Venezuela ilə bağlı hadisələr daha da dramatik mərhələyə keçib. Son dəqiqə məlumatına görə Venezuela prezidenti Nicolas Maduro artıq ABŞ ərazisindədir. CNN New York polisi mənbələrinə istinadən yaydığı xəbərlərə görə, Maduro New York şəhərində Brooklyn rayonunda yerləşən Metropolitan İstintaq Təcridxanasına gətirilib. Diqqət çəkən məqam isə onun tək olmamasıdır. Məlumata görə onun həyat yoldaşı Siliya Flores də eyni təcridxanada saxlanılır. Həmin istintaq təcridxanası isə ABŞ-da ən çox səs-küyə səbəb olan cinayət işləri ilə tanınır. ABŞ tərəfi Maduronun narkoterrorizm, silah qaçaqmalçılığı və digər ağır cinayətlər üzrə istintaqa cəlb edildiyini bildirir. Rəsmi Caracas isə baş verilənləri açıq şəkildə ABŞ-ın hərbi və siyasi təcavüzü adlandırır və ölkə daxilində səfərbərlik elan edib. Hazırda dünya Venezuela ilə bağlı proseslərin hansı istiqamətdə davam edəcəyini diqqətlə izləyir. Bu hadisə Latin Amerikası tarixində ən gərgin və ən səs-küylü dönəmlərdən biri kimi qiymətləndirilir.